pulu deyərdiniz də ki, pulsuz. Mən dedim, sən nə tələbə sən 4 il oxuyursan. Bilirəm, 4 il baxmış bilirəm Gəncə dövlətin nə qədər pullu olduğunu. Amma mən heç vaxt heç pul verməmişəm. Yəqin ki, bu mənzərə əksər məzunlara tanışdır. İllərlə əziyyət çək, oxu, hələ bir diplom alanda da şirinlik ver. Artıq bu ildən etibarən şirinlik məsələsi də tarixə qovuşur. Fiziki sənədlər bilirsiniz ki, insanlara əldən ələ verilirdi, şəxsən verilirdi. Bu zamanda müəyyən bir mənfi hallar da yaşanırdı ki, sənədi təqdim edən belə deyək, mərkəzlər tərəfindən vətəndaşlardan müəyyən bir şirinliklər tələb olunurdu ki, artıq bu rəqəmsallaşma prosesində sənədlər insanların öz şəxsi kabinetinə MyGov üzərindən yerləşdirilir ki, bu zamanda artıq bu təmas olmadığından belə bir mənfi halların da qarşısı alınmış olur. Bu sənədlərin daha şəffaflaşmasıdır. Bildiyimiz kimi, kağız sənədlər olduğu zaman müəyyən bir dövrlərdə saxta sənədlər dövrüyə girmişdi və bu saxta sənədlərin hələ də təmizlənməsi, şəffaflaşdırılması prosesi gedir. Elektron sənədlər isə rəqəmsal baxımdan təsdiqləndiyi üçün burada artıq yeni saxta sənədlərin dövrüyə daxil olması artıq məhdudlaşır. Bu ildən təhsil sənədləri elektron qaydada təqdim olunmağa başlanılıb. Həm diplom, həm də attestat əldə edən məzunlar sənədlərini MyGov portalında təhsil sənədləri bölməsindən görə və yükləyə bilərlər. Bəs sənədlərin elektron formada verilməsinin üstünlükləri nədir? Artıq şagirdlərimiz attestatları əldə etmək üçün təhsil müəssisələrinə gəlməyə ehtiyac qalmır. Hər bir vətəndaş MyGov platforması üzərindən təhsil haqqında məlumatların və sənədlərin bölməsinə keçid etməklə şəxsi məlumatlarını əlavə etməklə attestatlarından istifadə edə bilərlər. Bu proses hal-hazırda 300 minə yaxın şagirdi əhatə edir və eyni zamanda qeyd etmək istəyirəm ki, təhsil müəssisələrinin rəhbərləri tərəfindən yükləndirilmiş elektron imza ilə imzalanan attestatlar tam hüquqi qüvvəyə malikdir və bu sənəddən gələcək universitetlərə sənəd qəbul prosesində istifadə edə bilərlər. Təbii ki, bu kağız sərfiyyatının qarşısını alır ilk öncə, eyni zamanda sistemlərin dürüstləşməsi prosesini həyata keçirir və artıq şagirdlərimiz, məzunlarımız elektron attestatlardan istənilən yerdən, istənilən zaman istifadə edə bilərlər. Gələcəkdə bu attestatların itirilməsi prosesi də qarşısını alır, çünki həmin sənədi dəfələrlə yükləyə, baxa və istifadə edə bilərlər. Təhsil sənədlərinin yoxlanılması daha rahat başa gəlir. Belə ki, təqdim etdikləri qurum tərəfindən təhsil sənədinin üzərində yerləşdirilmiş QR kod vasitəsilə yoxlama həyata keçirilir. Eyni zamanda Elm və Təhsil Nazirliyinin saytında sənəd yoxlama bölməsindən müvafiq məlumatlar daxil edilməklə yoxlanılması mümkündür. Xaricə gedən məzunlara münasibətdə deməli həmin şəxslər elektron təhsil sənədlərini təhsil aldıqları müəssisədən müvafiq qaydada təsdiq edərək aidiyyəti üzrə apostil möhrü üçün digər qurumlara təqdim edə bilərlər. Bu sahədə hər hansı bir çətinlik mövcud deyil. Elektron sistem universitetlər üçün də rahatlıq yaradır. Qəbul zamanı attestat məlumatlarının yoxlanılması daha operativ həyata keçirilə bilər. Elektron təhsil sənədləri respublika ərazisində hüquqi qüvvəyə malikdir. Xarici ölkələrdə isə bu sənədin həqiqiliyini təsdiq edən notarius möhrünə ehtiyac ola bilər.